слово фото шахида с двумя флагами, что эта память остается. Они увидели эту мощь этой страны в инфраструктуре, которая есть. И в неформальной обстановке говорят, что мы понимаем, что будущая война – это катастрофа для моей страны. Он не делает мир для меня. Он хочет мира вынужденно, что понимает, что нас опять используют, и мы получим. Сяна, Эми, да, Эмир Хатуй. Нет, мы обсуждаем только политическую составляющую, и обсуждаем политическую. Потому что мы сейчас говорим про какие-то непримиримые разногласия, которые в основном в политической сфере. Так же, как и в ваших переговорах, есть темы, которые очень легко и хорошо воспринимаются по поводу. Нужно поднимать эти вопросы, потому что есть общественные темы, которые беспокоят армянское общество, есть темы, которые беспокоят наше общество, не касаясь каких-то острых политических моментов. Это как раз может быть тем нарративом о мире. Да, он будет скучный, но в целом мирная повестка, она всегда скучная. Никогда новости про мир, вот даже мы сейчас говорим, что новости про восстановление, они никогда не набирают, потому что там нету, то есть медиа не начинается на каком-то конфликте. Если нет конфликта, то всегда будет смотреться меньше и так далее. Не нужно просто это делать много и сделать это, как мне кажется, может быть, я ошибаюсь, мне кажется, сделать это чем-то обыденным, что такие обсуждения, они нормальны, что такие обсуждения, они бывают. И вот когда мы будем, например, по другим темам говорить про мирную повестку, таким образом в политической сфере мы оставляем вот этот задел, чтобы, если понадобится, уже в политических сложных таких моментах уже про эту угрозу говорить. Еще, как мне кажется, логика должна быть такова, что ты там не решат и не... Конечно, разные вещи предлагать, но нужно понимать, какие из них на практике, мне кажется, реализуемы, а какие нет, с учетом той реальности, которая у нас существует. Во-вторых, была сказана тут фраза про тиалиматы и так далее. Мне кажется, компромиссный вариант мог бы быть хорошим, когда тиалиматы становятся чуть более разветвленными и диверсифицированными. Понятно, что если сейчас просто дать всем возможность говорить и писать на тему нормализации все, что они хотят, будет много разных инцидентов. Потому что кто-то позовет гостя с другой стороны, непроверенного, как условного Арифа Юнуса позвали кое-куда. Кто-то задаст вопрос, не понимая, что перед ним человек, который может там какие-то реваншистские взгляды, например, исповедовать, и что-то ему. И эфир, который должен был быть задуман как эфир в позитивном ключе, превратится либо в провокацию, либо в глупость. 20 позитивных эфиров забудутся, останется только... Да. Но стоило один раз позвать Арифа Юнуса и все. Второй момент заключается в том, что, может быть, имеет смысл диверсифицировать роли, когда есть условно умеренные, есть хорошие, есть, скажем так, плохие полицейские. У каждого свое, да, у каждого своя роль. И вот для исполнения каждой из этих ролей определенные инструкции. Что кто-то играет в радикала, кто-то играет в либерала, кто-то играет в центриста, кто-то играет в деловое СМИ, в плане контактов с той стороной, и создает нужный пример. Вот это, мне кажется, было бы компромиссным вариантом, который в итоге позволил бы и картинку правильно сформировать, и в то же время снизить риски. Если уровень твоих СМИ был на том уровне, о чем ты говоришь, тогда это можно. Уровень моих СМИ на том уровне, о котором я говорю. Я не понимаю, я не персонально говорю то, что ты... Я слушаю то, что ты. Ты не слышишь? Когда я говорю уровень твоих СМИ... Да, вообще. Да, если говорить о вообще, нужно... Поэтому нужно... Наши СМИ в этом плане. Окей, нужно составить пулы. Достаточно похоже. Нужно составить пулы. С той стороны не надо. Сможем эту ролевую игру играть? Нет, не сможем. Кто это будет У тебя управлять? для этого есть определенный набор СМИ, который ты распределяешь по пулам. У тебя есть адекваты, у тебя есть деловые, у тебя есть официоз, у тебя есть такие-сякие. Неадекваты тоже нужны. Ты делаешь себе радикалов намеренных. Окей. Так, olabilir, hansısa bir medya kurumunda olabilirken bunlardan şeydir, belediye der, regülatör var. Evet, Amerika sizden yanında yukarıdan talimat gelsin, biz mesela o çerçeve yapıyorlar mesela.
Yəni burada bir media strukturuna sərbəstlik verilməlidir. Ola bilsin imtikanlı məqamlar olacaq. Это мы не избираем. Amma biraz riska da getməliyik də biz də. Yəni мы хотим, чтобы был результат, мы хотим сделать это так, чтобы bütün o nə bilim, əgər bunlar hamısını o alınmır. Gəlin bir balaca sərbəst bir rejim götürək. Birbaşa kontaktlar alınsın bu media ilə o medianın arasında, bizim tərəfdən və onların tərəfindən. Пусть они сами вдвоем вырабатывают уже методологию, как они будут работать, сотрудничать. То есть цель-то ясна, что мы идем к примирению. Давайте в прессе создадим более не менее благоприятную обстановку с тем, чтобы могли бы слышать друг друга. Söhbət burada bundan gedir. Yəni biz gələ bir-birimizi eşidə bilək. Əvvəl budur. Hələ sonra nəticə necə əldə olunacaq? Bu ikinci məsələdir. Birinci kontakt yaranmalıdır bunların arasında. Bunlar öz modellərini nümayiş etdirməlidirlər. Sonra bəlkə də uspešli bir model yaranandan sonra bəlkə bu məsələ təkrarlayacaq. Amma vəzifələr mərhələlərə görə fərqlidir. Bir də məqsədlər, bu da həmin məqsədlərdən biridir. Və hal-hazırki məqsəd Azərbaycanı həm xarici aləmə, həm də Ermənistan cəmiyyətinə sülhpərvər kimi göstərmək ki, birincisi biz istədiyimizi alaq, Krım layihəsi, ərazi bütövlüyünün tanınması və s. və s. Bir də Paşinyan qalib gəlsin ki, referendumu təyin edəcək. Bu seçki ilə referendum arasında məqsədlər dəyişir. Dəyişir. Biz təşviq etməliyik ki, Ermənistan cəmiyyəti referendumu geçsin. Konstitusiya. O mərhələdən sonra yenə məqsədlər dəyişir. İndi biz burada görürsünüz, məqsədlər deyəndə Ermənistan cəmiyyəti nəzərdə tutulur. Öz cəmiyyətimizdən söhbət getmir. Bəs bu mərhələlərə görə öz cəmiyyətimizi nəyə hazırlaşdırır? Onda burada iki məqsəd var. Onda iki məqsəd var. İki cür məqsəd var. Bir onları biz Onlardan bir də öz müşkülər var. Bir öz müşküləri də hazırlaşdırır. Yazılanlar var çıxışda. Bizdə media təşəkkür. Mən də razıyam. Amma bizdə sosial şəbəkə necədir? Onu nəzərə almır. Bizdə əhali, Azərbaycan dilli əhali əsasən iki yerə bölünürdü, ermənilərə münasibətdə. Bunun tarixi yaddaş məsələsi var. Biz bu prosesi artıq son 100 ildə 2 dəfə keçmişik. Ermənilər gəlib bizim hansı ki o kəndlərimiz vardı, yandırdılar, insanlar demək olar ki son adamına qədər öldürdülər, amma nə baş verdi? 20 ildən sonra yenidən həmin adamlar qayıtdılar ora, 20 illə yox, bir 10 il müddətində Kirvəliyə qədər getdi, münasibətlər getdi çıxdı. Və Azadlıq radiosu bu yaxınlarda bizim, mən özüm də Qərbi Azərbaycandan, bizim kənddən yaşayan bir ermənidən müsahibə almışdı. Həmin erməni deyir ki, mən Azərbaycanlılar üçün darıxıram, kəndçilərim vardı, filan kəsər, onlar gəlsə, mən onlarla belə deyək də, nə bilim, gedərdim, sayda balıq tutardım, filan eləyərdim, bəhmən eləyərdim. Bu əhalinin, Azərbaycanlı əhalinin bir hissəsi çox layal münasibətlərdir. Sabah inandırıram sizi ki, yeni bir 5-6 ildən 10 ildən sonra Kirvəliyə qədər gedib çıxacaq, əgər dövlət onu tənzimləməsə. Əhalinin ikinci tərəfi var ki, biz deyirik ki, məsələn, Paşinyanın reytinginə təsirli. Bizim əhalinin ikinci tərəfi, Azərbaycanlı əhalinin ikinci hissəsi həssas qrupdur. Və həssas qrup çox təəssüf olsun ki, 2-ci Qarabağ müharibə, 44 günlük müharibədən sonra şəhid ailələrini müəyyən dərəcədə, belə deyək də, cənub qonşularımızın təsir altına düşür. Yəni, heç fikir verirsiniz də, onların, belə deyək də, dini indiyənə qədərdəki başa açıq, müasir formada geyinən şəhid ailələri bir dəb aldı, hamısı bir qara çarşaba, niqaba qədər getdi çıxdı və onlar da bu məsələdə həddindən artıq radikaldır. Mən hesab edirəm ki, biz aydın məsələdir ki, ermənilərlə bu davam eləməlidir, bu ümumi siyasətimizdir, amma bizim içimizdəki olan o həssas qrupun mütləq şəkildə həm rus dilində olan informasiya saytlarımız, agentlərimiz, həm ictimai televiziya və digər sənətlərimiz mütləq şəkildə bunu nəzərə saxlamalıyıq. Çünki sosial şəbəkədə biz nə qədər mütəşəkkil olsa da, tam səmimi deyirəm, biz sosial şəbəkədə uzuruq. Biz istənilən, belə deyək də, bir tez və yaxud da hər hansı bir məsələni, televiziyalar qarışıq, eyni gündə başlayırıq və deyirik ki, biz gəldik, hədəfə çatdıq. Amma söyüş müxalifətindən biri çıxır,
onun tərsini qoyur. Baxırsan ki, biz informasiya müharibəsində orada artıq əhalinin böyük bir hissəsi, o demək deyil, ora ola ki, 5.000 layiq qoyulur, ona bir 1000 nəfərdə komment yazır. Susmağın özü artıq cəmiyyətin, belə deyək də, o təhlükəli tendensiyadan xəbər verir. Onu yeməlisə verirəm ki, gələcək danışıqlarda həssas təbəqəni mütləq şəkildə nəzərə saxlamalıyıq. Bu deməli o məqsədlər hansılar ki, Azərbaycan cəmiyyətinə aid. Bəli, cəmiyyətinə aiddir və cəmiyyətin də, belə deyək də, dövlətə qarşı olan inamını sarsıtmamalıdır. Deməli, ümumi razılaşırıq ki, medianın fəaliyyəti iki istiqamətdə olmalıdır. Biri Ermənistan cəmiyyətini həmlə tutan, belə deyək də, biri də o mərhələlərə görə, biri də Azərbaycan cəmiyyəti. Yəni, həm təhdidlərə cavab vermək, eyni zamanda öz gündəliyimizi lazımi formada çatdırmaq. Bəli. Belə deyək də, məsələn, biz bu dəqiqə çalışırıq ki, daha çox ermənilərlə münasibəti, bəzən ona hər gün eləmirik, həftədə bir dəfə, 10 gündə bir dəfə, tarixi yanaşma baxımından qoyuruq ki, o radikal qrup da başa düşsün ki, bu günləri biz ermənilərlə axıra qədər dalaşa bilmərik, müharibə apara bilmərik. Yəni, bu mümkünsüzdür. O vaxtda şəhidlərimiz vardı, bu gün də şəhidlərimiz var. Yəni, bu tarix getdiksə, mən demirəm ki, onu da yaddaşımıza, amma bu tarix getdiksə, biz bundan barışmalıyıq ki, ölkəmizin, dövlətimizin gələcəyi üçün, həmin şəhidlərimizin, övladlarının gələcəyi üçün bizə sülh və stabillik lazımdır. Yəni, şəhidimiz şəhid olubsa, onun övladı gəlib şəhid olmalı deyil. Onun övladı müstəqil, rahat, gözəl, inkişaf edən bir Azərbaycan. Məqsəd məsələsi var da, yəni şəhid olub ərazi bütövlüyə bilir. Amma Ermənistanla sülh növbəti müharibənin olmaması demək. Ona görə yəni tezdən düzgün istiqamətlənməlidir ki, cəmiyyətdə o ittihamla biz də qarşılaşırıq. Açığı deyim. Qızıq yaratmasın. İndi o iştirak edir bu prosesdə, hər yerdə bu ittiham. Так, здесь кто еще хочет выступить? Давайте решим, чтобы вахтовну çoxalmıyor. Ramela xanım, sen artık davno tənisi. 2-3-2 çərçivəsi. O məqsəd ola bilməz. Kimin sonuçda öz məqsədi var ki, bu ictimai rəyin formalaşmasında. Bugün indi elə bir dünyada yaşayırıq ki, adi bir blogerin bir neçə kildən daha çox baxışı var. Yəni, bu belədir. Hər blogerin də qapısını döymək, məsələn, onlarla necə kontakt eləmək, onlar bunu necə bağlamaq olar, bu çox absurd bir şeydir. Yəni, elə çıxacaq ki, A kimi Bakıda, B kimi İrəvanda bunlar idealdılar, bunların öz planeti var, onlar orada yaşayırlar, orada nə ermənilər var, nə Azərbaycanlılar. Amma bu bloger, digər xırda iri medialar, hansı oliqarxa bağlıdır, hansısa dövlətə bağlıdır, bəlli deyil, onlar öz xəttini davam edirlər. Axı, nəticə vermir bu. Yəni, bu şirmada, bu abloşka düzəldirik, deyir ki, A kimi, B kimi, bunlar əla, bunlara bir dənə qızıl medal verir. Amma vəziyyət axı ictimai dəyişir. Ümumiyyətlə, mən hesab edirəm ki, bu siz 30%, 40% o Ermənistan mediasını deyəcək. Mən hesab edirəm ki, indən belə onu regulasiya eləmək mümkündür. Yəni, o ideyadan imtina etmək lazımdır ki, biz nə cür nəsə onlara təsir edir. Burada o patribitor dəyişməlidir, auditoriya dəyişməlidir. Sənə, əgər dövlət qurumları, bax, deyək ki, rəhbərlər sülh sazişini imzalayır. Sülh sazişində də 2-3 mücərrəd maddə var. Hansı ki, xırdalanmağa ehtiyac duyulur, növbəti mərhələ. Bu maddələrdən biri separatizmə qarşı mübarizənin qarşısını almaq, rasçılığı, diskriminasiya və s. və s. Bu mücərrəddir. Onun məxsus olduğu Azərtacdır o şey. Mücərrəddir. Onların Azərtacı bizim Azərtacı. Olur bu 3 dənə. Deməli, flagman olur bunlar. Onlar axı ictimai rəyin formalaşması flagman olmaya da bilərlər. Yəni, onlar özlərinə flagman deyə bilərlər. Ona görə burada hansısa institut olmalıdır. Prezident də olmalı. Ya bunu misal üçün deyək, sülh köprüsü, deyək ki, institutlaşır. Dövlətdən legitimliyi alır hər iki tərəfdən. Və başlayır bu işi görməyə. Kodeks yazır, müraciət edir cəmiyyətə, cəmiyyət də deyir ki, bəli, biz buna hazırıq, kimsə deyir ki, biz buna hazır deyilik və s. Yəni, sülh gündəlik o çevrilir trendə və kimsə götürür bu işi özə. Ya da sahəvi olaraq, misal üçün, sahəvi olaraq mətbuat şuraları gedir də, mətbuat şuraları. Mətbuat şuraları, onlar biri-birinə uzlaşır və belə bir gündəlik yaradırlar. Orada 20-25 dənə mətbuat orqanı qoşulur buna. Burada, indi onlar nə cür qoşulur? Biz də həmin formada, həmin miqdarda qoşulur. Misal üçün deyək də, я это смотрю, как это реализовать.
Вот, как, что предложить? Что в итоге? на следующий В этап? итоге bir neçə Kiyev özünü hesab edir ki, biz На первом aristotelik этапе, да, они потом будут пришли, да? Не, да что, devlet Azərbaycan Yerevan yazır deyək ki, onlar da Qarabağ yazır deyək ki. Hə. O sonra mətbuat şuraları deyir ki, sülh gündəliyini dəstəkləyənlər bax bundan sonra Yerevan yazsın. Nümunə kimi verir. 15 dənə sayt deyir ki, biz sülh gündəliyini dəstəkləyirik, amma Yerevan yazmırıq. Bizdə yoxsa onlarda? Bizdə Bizdə elə şey də olur mu? Я обсуждаю то, что мне это... Necə o dərəcədə Bir dənə zənglə, bir dənə məqam məsələ həll oldu. Ermənistanda bilmirəm. 30%, 40%, 10% Ermənistanı bilmirəm. indi həmin müəllim, 90% yox, 100% həmin müəllim, orada Blogerlərdə həll olunur, TikTokerlərdə həll olunur. Bəli, Armiyanski Həll olunur, bir zənglə. Fərhad müəllim, Armiyanski narrativdir. həmin müəllim, o dərəcədə deyil. həmin müəllim, Ramazan xanım, ya отвечу и bir də. Hamısı həll olunur. Həmin müəllim, üzr istəyirəm. İndi biz bu yolu keçəndən sonra da bizə lazımdır bu təbiiliyin imitasiyası. Yoxsa biz hələ görsədək ki 90% hazırdır, amma siz... Mən ona görə ilk növbədə soruşdum ki, məqsəd nə? Əsas məqsəd. Məqsəd. Bu səni budur. Вот это все надо делать. А потом уже медиа. Это пускаем на усмотрение или же создаем какой-то институт. Конечно, на это надо делать, это шаг за шагом. Институт нужно создать. По-любому это контролируем. Конечно, это контролируем процесс. В любом случае. Рамела Хан, бuyurun. То есть мы все понимаем, что это очень сложный процесс. То есть идти к международному миру, это очень сложно, мы все понимаем. И мне кажется, не нужно усложнять и без того сложный процесс. Можно начать с простейших мер, да? Как вот обычно в СМИ работают, запустить пилотный проект, начать с простейших мер, то есть показывать истории обычных людей. Но это не должна быть одна история, да? То есть жизнь обычных людей. Просто. Да, вот. Не, пресс-клуб, они сейчас делают это. Да, то есть это не должна быть одна история. Этим должна заниматься группа СМИ, да, скажем, каждый в своем направлении. То есть постепенно, во-первых, снизить накал враждебной риторики, как Сенан сказал, да, то есть Ереван, обязательно не Ереван. На этот вопрос пока ответа нет. Да, то есть примерно, да, снизить накал враждебной риторики надо начинать с этого всегда. Потом уменьшить раздражительные моменты, раздражающие моменты, и с той стороны, и объединяющие. да, и с той, и с этой. И смотреть, насколько, да, они за нами поспевают, или мы за ними поспеваем. Это индикаторы, что это сказать очень легко. Ну, как... Torpaqlarında Ermənistan tutmaqları, Erməni. Ты понимаешь, это тарихи unutmama. Это ты должен... Такая тонкая игра должна быть. Особенно на экспертном уровне, в риторике и так далее. Да? Чтобы, во-первых, здесь не оказаться в маргинальном виде. Да? Потому что мне, например, самая большая проблема, это Tofiq müəllim dəvət eləmişdi Qərbi Azərbaycan televiziyası. Но это выбирал враги. Да? Ha, da. Ben Çaxadzov deyəndə cəmaat dərə çiçəyi. Не, dərə çiçəyi. Çaxadzov переводится как dərə çiçəyi. Erməni deyir ki, siz gəlmişsiniz 17-ci əsrdə, bizim sözümüzü tərcümə eləmişsiniz. Bizimkilər deyir ki, bizim sözümüzü siz tərcümə eləmişsiniz. Eyni sözdür. Yani bütün bak bunlar, а к какому миру мы готовы? Это еще большой вопрос для исследования. Biz sülhü gələcəkdə necə görürük? Любовь на расстоянии, отношения через овраг. Mesela sabahları biri biznes iş görsə, onun sabahları daşlamayacaqlar. Öyle değil. O məsələ var. Büyük bir şey çıkartacak. Azerbaycanlılar mesele bağlanır. Любовь на расстоянии buraya gelmesinler ya da Rusya'da Zapadaysa yeni gospodarstwo тоже. Gelip burada biznes açmak için düşmesinler. Magazin açmasınlar, zapravka açmasınlar, investisiya koymasınlar. Biz o investisiya koya belki de Onlarda çok intereslidir. Onlarda birden gördüm, indi samolyota geldiler. У них
этого нету. Мария. А? Мария, да? Она сдерживающего элемента нету. Çok maraqlı değil. Они исторически. Elman dövüşçü yani. Bu zor olsa yani. Bir şey danışım indi aramızda da. Ben aparatda işləyəndə bir də gördük bunların mətbuatında ailə üzvləri haqqında təhqiramiz məqalələr getdi. Bizə deyildi, biz də yazdıq. Məqalə çıxdı, 10 dəqiqədən sonra Sakatelyan var idi. Orada Global Upravlение информационной политики. Зəng elədi Bakıya. Ki, например, я тогда еще подумал, что biz özümüzə sıkıştırmalıyıq. Позвонить, сказать, что уберите. Мы, они позвонили, что все, убираем, вы тоже уберите. Ben fikirləşdim ki, element мы разные. Arsızdılar değil mi? Birdən gördüm, Sülh gündəliyindən uzaq görsən. onlar elə şey fikirləşdim ki, bunu necə həyata keçirdəsən? Onu gör biz şahidlərdə biraz deyil tarmazi de. Böyle şeylere время говорили, армянский вариант на такой это и называется. Onu görə bax, təşəkkür edirəm bizi qəbul edərdiniz. Buradakı olan müzakirə burada qalır. Və fikir verirsinizsə, prezident administrasiyası da bu mövzuda sərbəstliyi verib yəni. Ən az olaraq bizə, biz bu müzakirə edirik, təklifləri götürək. Bir də gələcək fəaliyyətlə bağlı fikirlərimizi cəmləşdirək. İndi biz daxildə də müzakirələrimizi aparırıq. İndi inşallah seçki qutarsın olacaq. Seçkidən sonra o nəticələrə görə biz yeni görüşək ki, predmetli müzakirə aparaq. Predmetli. Saat yarımlıq yox, çalışaram bunu yarım gününə eləyək. Çakadzorda. Ki, konkretli предложениyalar fikirləşək. Потому что növbəti mərhələ üçün biz konkret fikirlər formalaşdırmalıyıq, təkliflər verməliyik. Əvvəl öz müşkülərə onlar razılaşdı. Sonra növbəti onlarla görüşlərdə danışaq ki, biz nə ayrı bilərik. А так, я, например, для себя очень много тем выбрал.